bilmirəm. Axşamın xeyir. Axşamın xeyir. Necəsən? Çox yaxşıyam. Bir tərsən elə bil. Yox, elə belə. Çoxdan gəlmisən? Yox, biraz var. Nə oldu? Oldu. Oldu. Yandırdım evlərini. Ot tutub yandılar. Yanğın səsim hələ də qulağımdadır. Aferin. Bilirdim ki bacaracaqsan. Aferin. Allah olsun. Bacardın. Cesaretin çattı. Bilirəm ey baba. Elədim, cəsarətim çatdı. Özüm belə nəsə bir təhər hiss edirəm. Amma əsas odur ki, dediyi elədim. Ay valla. Bu qəribə silirəm nə deməkdir. Boşuna gitsin. Əsas odur ki, eləmsən. Şərəkət eləmsən. Yandırmısın. Yerlərini çıxarmısan. Söz yox, iş görmüsən. İş kişiliği budur. Elədim. Sən dediyi elədim. Səndən fəxr edirəm bana. Qırıl keçin. Bax, heç vaxt mənim sözümdən çıxma. Həmişə mən deyirəm, Muaz. Gələcəyin var, necə lazımdır. İnanırsan mənə? Hı? Heç vaxt sözümdən çıxma. Bil ki, arxında mən varım. Görüb eləyən olmadı ki. Dəqiq. Əla. Əla iş görümsən. Təmiz işdir. Vallahi bu söhbətdən mənim artıq ürəyim sıxır. Atamın dediyi də söz deyil də. Bu Gülnarı elə məcbur eləməsi mən elə pis təsir edir ki, heç xoşum gəlmir. Kimin xoşuna gəlir ki? Hədə bu qızın günahı nədir ki? Öz arzusu var, öz istəkləri var. Düz deyirsən Fikrət. Mən də istəmərəm belə olsun. Amma atamın qarşısında kim söz deyə bilər ki? Sən də bəsdir də. Mən nə bilim, yenə başıma vurursan. Dedim, indi utanırlar da, keçib gedəcək. Mən hardan bilim, bunlar cəmaatı başlarından eləmək üçün yalana əl atacaqlar. Gülnarın halı yadıma düşəndə yenə də ürəyim ağrıyır, yazıq uşaq. Heç bilmirəm necə edeyim mən. Heç olmasa gizlində də olsa uşaqlarımıza dayaq olaq. Qoy görsünlər ki, biz olan arxasındayıq. Amma atama qalanda atamla razılaşmağımızı göstərək. Qoy bilməsin ki, biz uşaqların yanındayıq. Bunu bilirlər, Hikmət. Amma uşaqlar da bizim acizliyimizdən bezib, başa düşürsən? Bizi belə dili qısa, söz deyə bilməyən kimi görmək istəmirlər. Başqa da neyniyə bilərsən ki? Hı?
Nə bilim, çalışdım, istədim eləyim, bacarmadım. Razı olmadı da. Yox ki, yox. Atanın da qətiyyətini bilirsiniz də. Amma bu ürəyimdə daş kimi oturub bu məsələ. Bunun axırına çıxacam. Vaxtında bir olmaq lazım idi. Vaxtında Fikrət. Birlikdən danışırsan, amma bugün yanımda olmadın. Niyə məni tək qoydun, hə? Niyə getdin? Qardaş, pir mənimdir, kəramətinə də mən bələdəm. Mən bilirəm orada nə söhbətlər gedəcəkdi, nə olacaqdı. Başa düşürsən? Nə vaxt olub ki, o bizlə razılaşsın? Allah uşaqlara kömək olsun. Nə bilim, belə bir ümid eləyirəm ki, nəsə bir möcüzə baş verər. Bu iş alınmaz. Mətiş, Hı? bəlkə sən də danışasan kişi ilə. Kişi mənə qulaq asacaq. Ay, hay. Nə bilim, dedim, bəlkə sənə qulaq asar da. Ən pisi də odur ki, çox opbanıb düşsək, hamımız atacaq küçədə qalacaq. Küçələrdə niyə qalırıq? Nə deməkdir? Bunun sözü ilə razılaşmayandan sonra bizlə necə? Götüb atacaqlar küçəyə. Hər an bizi evdən qova bilər. Qovdu sonra nə edəcəyik? Hara gedəcəyik? Nə təklif eləyirsən Hikmət? Qorxu altında əzilək, uşaqlarımızı boş-boş bu əqidə uğrunda qurban eləyək. Əgər hər şey kökündən dəyişə bilmiriksə, susaq. Heç olmasa komfortumuzu itirməyək. Bunu sən deyirsən Hikmət. Bəs uşaqlar necə olacaq? Artıq orasını gələk uşaqlar özü fikirləşsin. Hər şey gələk özləri dəyişsin. Necə? Maraqlı sualdır, hə? Necə? Bizim adımız olmadan biz kişinin yanında onunla razılaşdığımızı göstərməliyik. Amma uşaqlarımıza hiss elətdirməliyik ki, biz uşaqlarımızın yanındayıq və onların dediyi sözün arxasındayıq. Yaxşı. O necə olacaq? Bax, onu fikirləşmək lazımdır. Ona görə deyirəm, yığışaq, onu fikirləşək. Sənə halal olsun İmran. İndi bildim ki, sən mənim nəvəmsən. İndi bildim ki, sən mənə arxasan, dayaqsan. Mənim sağ əlimsən. İndi başa düşdüm ki, mənim sözümün sənin üçün dəyəri var. Buna görə də sən də mənim üçün dəyərlisən. Sən də mənim üçün dəyərlisən, baba. Sənin sözün mənim üçün qanundur. Mənim yanımda dur. Yanımda. Onda sənin gələcəyin yaxşı olacaq. Mənim bir əlim həmişə sənin üstündə olacaq. Sən arxasız deyilsən. Əlimdən gələni eləyirəm, baba. Sən nə desən, mənim gözüm üstə. Mən sənə heç vaxt üzv qara eləmərəm. Mən də sənin arxandayam. Nə qədər mən varam, heç nədən, heç kimdən qorxma. Mən varam. Sən belə deyəndən sonra mənim ürəyim rahatlaşır. Bilirəm ki, sənə güvənə bilərəm. Elədir. Mən sənə güvənirəm, sən də mənə güvənməlisən. İnsan ümumiyyətlə öz ailəsinə güvənməlidir. Atasına, babasına. İndi mənim ümidim də sənsən, düzdür indi. Atava güvənə bilmirsən, amma mən varam. Babam var, mənə güvənə bilərsən. Sən narahat olma. Sən hara kimi desən, nə desən, hamısını eləyəcəm. Mən atama da heç vaxt arxalanmamışam. Mənə bax, atonla maraqlanırsan heç. Heç maraqlanmaq da istəmirəm.
Onu axırıncı elədiyi hərəkətindən sonra, danışdığı söhbətlərdən sonra mən onu heç vaxt axtarmaram. Həm də mən sənə söz vermişəm. Düz eləyirsən. Bax, belə olar kişi sözü. Səninlə fəxr edirəm bala. Gülnar, qulaq as mənə. Heç nədən narahat olma. Bilirəm, çətindir. Mənim özümə də asan deyil, inan ki. Hər gün bu evdə nəfəsim kəsilir. Amma neynəmək olar? Biraz döz. İnan ki, mən bir yolunu tapacağım. Sən biraz döz. Kaş bu evden gidebilirdik. Bu evde de yüreğim sıkılır ki. Hele bir zindandı bura. O gün də gələcək, darıxma. Mən sənə söz verirəm, yaxşı? Həmişə sənin yanındayım. Biz buradan gedəcəyik. Ama nece? Baba imkan verecek. İndiden her adımımızı izleyir. Elə onu inad olsun deyə deyirəm. Sən qorxma, yaxşı? Mən varam, sən tək deyilsən. İnan Allaha, mən tək olsaydım, çoxdan rədd olub getmişdim buradan. Amma səni burada tək qoymaq istəmirəm. Qoymayacam da. Həmişə sənin yanındayım, həmişə sənə dəstəyim. Yaxşı? Mən qoymayacam nə sənin arzuların, nə sənin təhsilin batsın. Bəs bacarmasa? Gülnar, biraz inan mənə. Bax, mən hər şeyi düşünmüşəm. Çətin də olsa yol var. Amma biraz vaxt lazımdır, biraz dözmək lazımdır. Güclü olmaq lazımdır. Biraz vaxt ver mənə, hər şeyi həll edəcəm. Mən sənin göz yaşını görmək istəmirəm. Yaxşı, balaca? Cavan. Yine balaca. Balacasan da, nə deyim? Balaca değilim. Balacasan da, Değilim. balacasan, mən balaca bacımsan. Bax, nə qədər mən varam, sən heç bir arzundan əl çəkmə, yaxşı? Mən sənin üçün əlimdən gələni eləyəcəm. Çok sağ ol. Hə, sənan? Cavan, Ayşegül'ün evi yanır. Nə? Nə danışırsan la sən? Nasıl olub? Sana nasıl olub? Ayşegül'ün evi yanır, getdim mən. Yok, dayan görmek istəmirsən. Açına zəng elə də. Bala, dur. Dur get, eləyə uyu. Dincəl özünə gəl, dur. Qalx. Narahat olma baba. Biraz qoy oturum, sonra gəlib yunaram. Sən istəyirsən get. Cavan, hara belə? Deyirsən xəbər tutub. Ola bilər. Gedim də alacaq. Yox. Gedib onsuz da qayıdacaq. Hardan işləyib görürsün. Nə bilim, gedim maraqlanım da görüm, hardan eşidib. Hara getsə də qayıdacaq. Hara gedəcəyi. Getsə də qayıdacaq da. Ev yoxdur. Qoy getsin görsün. Görsün ki, mənim sözümdən çıxmaq nə deməkdir. Əlbəttə. Yaxşı, bala. Get dincəl. Qayıdıb gələr, söhbət edərik. Get. Yaxşı. İmran, Hə baba. çox sağ ol bala. Dəyməz. Həmişə qulluğundayım.
Dostum, Nədir görüm? Aysun evi yanır. Nə? Hə, Hardan bildin? Cavana sana zəng eləmişdi, o dedi. Necə yanır? Başa düşmədim. Kim yandırıb? Necə olub? Bilmirəm dostum, bilmirəm. Cavananı bəs? Cavan da getdi ora. Ay Allah, bu nə işdir gəldi başınıza? Özlərinə nəsə olub? Bilmirsən, xəbərin yoxdur. Bilmirəm. Cavan tələs-tələs çıxdı, getdi. Dedim zəng elə Aysundan dəqiqləşdir. Dedi ki, salam səhv deməz. Of yazıq balam, ay Allah. Ay Allah. Sən özün qoru. Neyniyim indi? Mən bilmirəm ki, neyniyim. Hikmət anı. Əmin görməmişəm ki. İnşallah özlərinə heç nə olmaz. Hikməti tapım deyim də, getsin Cavanın yanında olsun. Nə olar, nə olmaz, hə? Mən da Hikməti tapmışam. Sana! Ne bileyim Aynet, hiç bilmiyorum. Hikmət. Zeynəb. Şükür tapdım səni, bayaqdan səni axtarım. Bilirsən nə olub? Nə olub? Aysun evi yanır, Cavan getdi. Ne? Aysun evi yanır. Sən hardan bildin? Gülnar dedi. Sənan zəng elib Cavan da tələm-tələsik çıxdı, getdi. Bu nə işidir ya, Allah korusun. Zeynəb, ölüb eləyən yoxdur. Bilmirəm ki, heç nədən xəbərim yoxdur. Burada nəsə var. Bu adi yanğın değil. Hikmət nə olar Cavanı tək qoyma, qurban olum. Zəng elə. Hətta orada nə? Zəng çatmır. Mən neyniyim, bu qızın evini də tanımıram. Hara gedim mən? Sənana zəng elə, Sənan tanıyır onları. Sənan. Sənan, salam. Hə, Hikmət əmi. Cavan yanında da, salamatçılıq da orada. Buradadır. Hələ nədir bilmirik, gözləyirik. Sənan, ünvanat mənə təcili gəlir ora. Bax ha, Cavanı qoyma orada bir dəllik eləsin. Yaxşı, narahat olma, göndərirəm. Oldu, yaxşı. Nə deyir? Atır mənə elmi ünvanı. Bir şey olsa xəbər eləyəcəm. Get özünü çatdır Cavanı. Nə pis iş oldu ya. Bu nə iş daxı bizim başımıza gəlir ay Zeynəb. Fikrət, sən nə fikirləşirsən? Bilmirəm. Hələ ki fikirləşirəm. Amma kaş fikirləşdiyim olmayaydı. Kaş ki. Hara gedirsən? Kaş Hikmət tez çatır. Cavana görə çox narahatam. Atacaq özünü alovun içinə. Narahat olma. Sənan yanındadır da ay Zeynəb. Heç nə olmaz inşallah. İnşallah. Özünü alalım görək nə edirik. Ana, Atamı görməmişsən qızım. yox, görməmişəm. Bayaqdan gözləyirəm ki, gəlib çıxar, gəlib çıxmır. Hardadır o? Ana, Aycan.
Aysun evi yanıb. Nə danışırsan qızım sən? Bayaq Sənan zəng elədi, Cavana dedi. Cavan da getdi ora. Can, yazıq Cavan. Allah kömək olsun. Allah səbir versin. Dəli olacaq yazıq uşaq. Ölüb Aysun. Allah eləməsin. Demirsən evlər yanıb qızım. Deməli evin içində özləri də olub da, onlar da yanıblar. Ana, hələ heç nə xəbər yoxdur. Daha nə xəbər olsun qızım? Canay Cavan. Vay, Zeynəb bilir qızım. Bilir. Birinci elə ona dedim. Ana, mən qorxuram. Nə baş verir belə görəsən? Nə bilim qızım, nə deyim bilmirəm. Fikrət hani? Gel, baxaq gəl görüm, axtaraq. Füqə, hara gedirsən? İşim var Elmira. Nə işi? Nə olub, sən niyə bağlıdırsan? Cavanla bağlıdır? Hə Elmira, hər şey o uşaqla bağlıdır. Nə baş verir onunla bağlıdır. Çünki biz özümüzü böyük kimi aparmırıq, böyük kimi davranmırıq. Fikrət. Elmira, sonra danışarıq da. Ora gedirsən? Yox. Mən də gəlim də Füqə. Keçin otağa. Buna nə oldu? Dəymədi ana. Yəqin dostu deyib, bu da pis oldu. Görürsən də qızım, heç nə demədi. Bugün üzünü də görməmişəm. Gəl, geç otur. İmran, sən eləmsən hə bunu? Hı? Nə? Yaxşı bilirsən nə edirəm. Aysun Gül'ün evini sən yandırmısan ha? Mənim xəbərim yoxdur. Aysun evi yanıb. Özü gicliyə qoyma, xəbərin yoxdur sənin. Yox, mənim orada xəbərim olsun. Mənim onların evində nə işim? Nə işin var? Bilmirəm. Onu sən yaxşı bilərsən. Mənə birdən ki, nə onların evində görmüsən sən? Bu nədir sənin əlindən nöyti gəlir? Nədir bu? Heç nə, uşaqlarla samavar dəmləyirdik, oturmuşduq. Nöt lazım etdi. Sən də qəribə adamsan. Giz yerinə qoymuşsan məni. Samavar nədir, zat nədir? Söz soruşmuram səndən. Aday deyirəm, mənim xəbərim yoxdur da. Samavar dəmləyirdik, uşaqlarla oturmuşduq. İmran, bax mən hələ də sənə inanmaq istəyirəm. Məni peşman eləmə. Dayı, məndən bir şey yoxdur da, deyirəm. Cavan götür işlə heç olmasa biraz. Biraz səbirli ol, görək nə olur. Bayaqdan bir 50 dəfə soruşmuşam. Hələ deyirlər gözləyin, gözləyin. Bayaqdan gözləyirəm də heç kim məlumat vermir. Mən elə gəldi ki, kölgə gördüm yenəsə. Bilmirəm, mən elə gəldi, yoxsa elə idi. Səbirli ol, səbirli ol. Qardaş, kimsə tapıldı. Məlumat yoxdur, bir də evə girməyin. Nəsə lazım olsa bizə deyərsən. Cavan. Cavan. Oğlum sən nə vəziyyətdəsən? Sən neynəmsən, içəri girmişsən? Sən niyə belə eləyirsən ay bala? Aysun orada. Necə deyim? Sən bizi fikirləşmirsən ay bala. Və sənin bir şey olsa biz neyniyərik, hə? Bəs anam mən. Sənsiz neyniyərik? Bir cavab ver də mənə. Gec gəldim ata. Tez gəlməliydim. Cavan. Mən də orada yanmalıydım. Allah uzaq eləsin. Və sənin anava mənə yazığın gəlmir, bala. Sənin bir şey olsa biz neyniyərik? Özümü biraz əl al. Dur gedək evimizə. Söz verirəm, sonra atı ilə gələrsən, gətirəcəm səni bura. Amma qalx gedək evimizə. Gələ bilmərəm ata. Düz deyir Cavan, dur. Cavan. Mən balam. Sən bizə yazığın gəlmir, hə? Biz anan evdən yarandı səndən. Qalx gedək evimizə. Tərsliyivə salma da Cavan. Dur gedək biraz özüvə gələr yatı ilə, ata gətirər səni. Yaxşı. Cavan.
biz düşdük. Sənan, biraz su ver ona içsin. Biraz ses olmaz. Su iç, götür, su iç, biraz özünə gəl. Yaxşı olacaq hər şey. Nə məsələdir bu? Sən eləmsən bunu? Sənin tapşırığındır? Nə tapşırığındır, nə məsələdir, nə deyirsən, başa düşmürəm. Məsələn, o qızın evini yandırmaq. Yandırtmaq, daha doğrusu desək. Sənə hesabat verməli, hə? Ata, hesabata görə demirəm. Bilməliyəm də mən də, mənim də haqqım var, bilmək istəyirəm. Hə, mən eləmişəm, mən. Sən nə qəddar adamsan. Mən ailəmi qurmuşam, başa düşürsən. Ata, bu ailə qorumaq deyil. Belə ailə qorumazlar. Sən də mənim xoşuma gəlmirsən. Qayıt özünə fikrət. Qaytar mənə fikrəti. Özüvə gəl. Başa düşürsən məni? Bilirdim mən. Mən bilirdim Hikmətin başına açılan oyun bir gün mənim uşağımın başına da açılacaq. Necən danışırsan Zeynəb? Toyumuzdan qabaq Nigarın ölümü ilə qorxutmadı, Hikməti ilə gətizdirmədi kişi evə. Baxarsınız, bu da kişinin başının altından çıxacaq. Mən deyirəm sizə. Aysuнгilin evində uyandırdırıb. Az o nə danışıqdı Zeynəb? Nə danışıqdı? Sənə görə atam nədir? Qatildi, cinayətkardı. Utanmırsan, o nə danışıqdı? Nə danışıqdı? Olmayıb elə. Alıb tutaq ki, olub. Olubsa da atadır da, ürəyi ağrıyıb, övladın qorxudub geri qaytar. Hə. Bura bax, sənin dilin yaman uzanıb ha. Başın da gedir deyəsən. Yığışdır özünü. Hə. Mənim ağzımı açdırırlar. Mən nə hayda, sən nə hayda. Sən Allah indi buna nə dedin ki, indi belə eləyir, coşub daşır. Həminki mətanətdir. Gah nala vurur, gah muxa. Özünə sərf eləyəndə atasının arxasıca danışır. Belə dolanda bizim ağzımızdan vurur ki, danışmayın. Ona görə deyirəm də, ay qız, onun yanında heç nə danışmaq lazım deyil. Yaxşı eləyirəm, danışıram. Mən nə hayda, bu nə hayda. Dostu, bibi düz deyir, baba elə şey eləməz. Gülüm, dostu qurban. Mən artıq heç nəyə təəccüblənmirəm. Mənim cavana yazığım gəlir. Yazıq uşaq. Allah köməyi olsun. Allah heç kəsi sevdiyinlə sınağa çəkməsin. Ana, hələ xəbər yoxdur, niyə elə deyirsən? Safsan qızım sən. Ev yanıb, o boyda ev yanıbdır. Xəbər yoxdur nədir? Dəhşətdir bu da. Mən gedim, görüm Fiko neyinir, sən də get yat qızım, gecdir. Zeynəb, sən də dincəl. Olacağa çarə yoxdur, neyniyə bilərik? Allah səbir versin. Elə şeyləri düşünmürəm, ağlıma da gətirmirəm. Allah göstərməsin, yazıq cavanı. Yazıq cavan. Görürsən, ölmüş. Dəli olacağım, dəli. Dostu, narahat olma. İmran. Nə oldu? İmran. Baban sənin əlini qana batırdı, hə? Nə qanı arvad, nə danışırsan sən? Mən sənə demişdim. Demədim ki, baba sənə nə təklif eləsə razılaşma. Yox de. Nəyə hə demişəm, başa düşmədim.
Cavan istədiyi qızın evi yanıb. Sən işindir də, hə? Hayır, sən nə danışsan, qurban olaram sənə. Ha, bu türk seriallarınızı da az baxım da. Valla o seriallardan sonra belə olursunuz siz. İmran, əgər yalan deyirsənsə, sənə haqqımı halal eləmərəm. Başa düşdün? Söyləməzsən də, yaxşı da eləməzsən. Sən deyirəm, mən niyə dördə, ged rahat yat. Mən sən sözümü dedim. Allah and olsun deyirəm. Səni ömrümün axırına qədər dindirmərəm. Yaxşı da, bildim də, bildim. Get. Mən nə elədim? Mən nə elədim? Baba! Sən elədin, hə? Sən eləmsən. Kimə elətdirdin? Cavab ver də! Başı xırab olur. Bu nə danışıqdır? Tonuğu sal aşağı. Budur cavabı. Qaçırsan, hə cavabdan? Kimə tapşırmısan? O ev niyə yandı, baba, niyə? Əmi, sən eləmsən, hə? Sən eləmsən, əmi? Kəs səsini! Kimi ittiham edirsən, ha? Hı? Mən heç kimi ittiham eləmirəm. Mən sadəcə cavab axtarıram. Başa düşdün? O evin yanmağı təsadüf deyil, baba. Hanı? Hə? İmran hanı? Bibi? O eləyib, hə? O eləyib, 100% o eləyib. O eləyib, hə? Bəsdir cavan, bəsdir. Kiməsə görə gəlib burada qırğın salacaqsan? Axırıncı dəfə olsun. Mən bunu belə qoymayacağam. Gedəcəm polisə, şübhələrimi deyəcəm. Kimsə bu öz başlanlığa son verməlidir. Qanundan xəbərsiz olmağınız sizi məsuliyyətdən azad eləmir.